Bismillahirrahmanirrahim. Və salatu və selamu alə mən lə nəbiyə ba'dahu. Və hər birimiz bilirik ki, bizlər bu dünyaya ibadət eləmək üçün gəlmişik. Allah bizi yaradıb ki, ona ibadət edək. Yəni, onun kitabına tabi olaq, Peyğəmbərinə tabi olaq. Hər birimizin öncül vəzifəsi Allaha ibadətdir. Qayəmiz yalnız Rəbbimizi razı salmaqdır. Və bunu bütün insanlar anlamalıdır, bilməlidir. Yəni, bizim cəmiyyətdə bəzi insanlar bilirlər ki, Allaha ibadət eləmək lazımdır. Bilirlər ki, Allaha ibadət eləmək vacibdir. Amma buna baxmayaraq Allaha ibadət eləmirlər. Namaz qılmırlar, oruç tutmurlar və Allaha doğru düzgün ibadət eləmirlər. Tövhidi bilmirlər. Hansı ki, Allah Azze və Cəllə 124 min Peyğəmbəri göndərmişdir ki, yalnız insanlara tövhidi öyrətsin. Yəni, ibadəti başa salsın. Haqq, ilah kim olduğunu onlara Peyğəmbərlər öyrətsin, başa salsın. Və buna baxmayaraq bizim cəmiyyətdə yəni, insanlar həm Allahdan, həm Allahın kitabı Qurandan, həm Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmdən qafildirlər. Allaha tərəf yönəlmirlər. Elə bir ki, Allahla cəmaatın arasında bir səd var. Nəsə bir belə deyək də, bir səngər var, maniyə var. Allaha tərəf gəlmirlər. Və bilmirsən ki, bunlar hansı tərəfə gedirlər. Getdiyi yolda görürsən ki, həqiqətən yəni, azğınlıqdır. Getdiyi yollar görürsən ki, bunun axırı fəsaddır, həlakdır. Amma Allahın doğru dini, İslam dini, izzətli dini, şərəfli dini açıq-aşkardır. Və Quran açıq-aşkardır. Hər kəsin evində hala bugünkü gündə yəni Quran mövcuddur. Yəni tərcümə olunur, mənada tərcümə var. Amma insanlar yenə də o Qurandan nədir? Uzaqdırlar. Allahın dinini öyrənmək istəmirlər. Və bunlara mane olan məsələlər də bugünkü gündə nədir? Məsələn, baxırıq, niyə ay insanlar Allaha ibadət eləmirsiniz? Və baxırsan ki, hərəsinin bir səbəbi var. Bəhanələri var, bəli. Birinin səbəbi işdir. Birinin səbəbi hansısa bir işrət məclisidir. Birinin səbəbi deyir, xəstəyəm. Yəni, hərə bir cür səbəb gətirir və aləmlərin Rəbbi olan Allah Azza və Cəlləyə yəni, ibadət eləmir. Yəni, bu da həqiqətində insanın nə qədər nankor olmasına davət edir. Necə ki, Allah Quran-ı Kərimdə buyurur ki, يَعْرِفُونَ نِعْمَةَ اللّٰهِ ثُمَّ يُنْكِرُونَهَا. Yəni, onlar deyir, yəni, insanlar Allahın neymətlərin yəni, bilirlər. Yəni, Allah onlara hansı neymətləri verir? Yəni, bilirlər ki, mövcudluğu, insanın mövcudluğu, varlığı Allahdandır. Göz Allahdandır, əllər Allahdandır, sağlamlıq Allahdandır, əmnamanlıq Allahdandır. Bilirlər ki, hər bir şey Allahdandır. Amma müqabildə inkar edirlər. Necə inkar edirlər? Yəni, Allaha itaat eləmirlər. Allahın ona əmr etdiyi, belə deyək, buyruqları yerinə yetirmədiklərinə görə Allah Azza və Cəllənin neymətlərini inkar etmiş olurlar və şükür etmiş olmurlar. Və bu xalqımıza yəni, müraciət edib deyirik. Yəni, həqiqətən yəni, bu həyat qısadır. Nə qədər ki, sizə yəni, möhlət verilib, nə qədər ki, bu dünyada yaşayırsınız, yəni, Allaha dönün, rəhimli olan, mərhəmətli olan, Rəbb olan, qiyamət günün sahibi olan, haqq məbud olan, sizə göydən və yerdən ruzu bəxş eləyən, sizə sağlamlıq verən, sizə kifayət olan, sizə vəkil olan, sizə şahid olan, sizi öz nəzarətində saxlayan, sizi öndən, arxadan, sağdan, soldan qoruyan, Allaha dönün, Allaha tərəf gedin. Necə ki, Allah Quran-ı Kərimdə buyurur ki, وَفِرُّ ilallah, Allaha tərəf qaçın və ənibu ileyh və ona doğru yönəlin. Allah Quran-ı Kərimdə onlarla ayədə qullarını özünə çağırırdır. Ey qullarım, nə qədər günah edirsiniz edin. Yəni, günahlarınız nə qədər olur olsun, Allahdan ümidinizi üzməyin. Sizin Rəbbiniz rəhimlidir, mərhəmətlidir. Allahdan ümidin yalnız kafirlər üzər, qəlbi daşlaşmışlar üzər. Yəni, günahkar insanlardır. Görürsən ki, bəzən günah eləyirlər, günahda israrlıdırlar. Yəni, belə insanlar Allahdan küsməməlidirlər, Allahdan inciməməlidirlər. Əslində, Allaha doğru getməlidirlər ki, Allah Azza və Cəllə onları bağışlasın. Hətta hədisdə gəlib, Vüqar müəllim, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qulların günahları səmaya çatsa belə. Yəni, o qədər günah eləyərsən ki, azğın insansan. Gecə və gündüz günah eləyirsən və sənin günahın səmaya çatsa belə, yəni buludlara çatsa belə, Allahdan bağışlama diləsən, Allah səni bağışlayar. Yəni sənə qarşı bu qədər rəhimli olan, mərhəmətli olan
Allahdan niyə uzaq düşürsən? Allah Quran-ı Kərimdə buyurur ki, ya eyyuhəl insan, mə qarrəkə bi rabbikəl kərim. Ey deyir, Allah buyurur, ey insan, səni kərim olan, səxavətli olan, səni nemətləri ilə, nemətləri bəxş eləyən, Rəbbinə qarşı çıxaran sənin nədir axı? Yəni, Allahdan sən niyə küsməlisən? Allaha niyə, belə deyək də, boyun əyməməlisən? Allahdan uzaq düşməlisən? Səbəb nədir axı? O insansan, yer üzərində yaşayırsan, düşün. Düşün ki, nə üçün mən Allaha ibadət eləməyim? Axı, qayə bu dünyaya gəliş qayən ibadətdir. Öncül vəzifən ibadətdir. Niyə ibadət etməyəsən? Bir insan kimi özünə sual ver. Sual ver və o sualın cavabını özün tapacaqsan. Yəni, bizə Allah ağıl verir və digər məxluqatlardan Allah Azza və Cəllə bizi seçib, fərqləndirib ağıl neməti ilə. Biz ağılla düşünməliyik də. Allah Quran-ı Kərimdə buyurur ki, ağıl sahiblərini tərifləyir. Onlarla ayədə. Allah buyurur ki, bu yaradılışda ağıl sahibləri üçün bir ibrət var. Filan məsələdə ağıl sahibləri üçün ibrət var. Ey ağıl sahibləri, ibrət alın. Allah Azza və Cəllə Quran-ı Kərimdə onlarla ayədə müraciət edir ağıl sahiblərinə. Bizim cəmiyyətdə də insanların müəyyən qədər ağılları var, ağıl sahibləridirlər, dünyavi savadları var. Amma ibadət məsələsinə gəldikdə, Allahla münasibətə gəldikdə, görürsən ki, nə qədər pozğunluqlar var Allahla öz aralarında. O günləri bir nəfərlə danışıram, yəni ticarət edir. Ticarət edir, belə deyək də, oğlu elə bir ki, bunun kimsə aldadır ticarətdə. Deyirəm, qardaş, bunu etmək olmaz axı, doğru deyil. Halal və haram məsələsi var, deyirəm. Deyir, indi halal və haram qalıb. Deyir, indi halal və haram qalıb. Yəni, artıq Allahın tövsiyələri dinlənmir. Allahın sözü dinlənmir. Bir məsələ deyirsən ki, Allah deyir, deyir, Allah deyir də. Deyirsən, Peyğəmbər deyir, Peyğəmbər deyir də. Yəni, insanlar niyə belə azğınlaşıblar? Niyə bu hala düşüblər? Allahu Akbar. Onların bu hala düşməsinin ilk səbəbi yedikləri, içdiklərinə görədir. Yəni, ola bilsin, yedikləri halal deyil. Haram yeyirlər. Ona görə Allah Azza və Cəllə onların bəlkə də qəlbini qapadıb, azğınlıqlarına görə, xəstəliklərinə görə və s. fəsadlara görə qəlbləri qapanıb. Görürsən ki, bəzi insanlar Allaha tərəf yönəlirlər, Allaha ibadət edirlər, Allahın tövhidini bilirlər. Bunlar nə üçün Allaha yönəlirlər? Çünki o insanlarda xeyir var. Onlarda qəlbində rəhmət var. Halala, harama fikir verirlər. Halalla qidalanırlar. Bildiyiniz kimi, bir hədisdə Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, bir şəxs səhrada, başı açıq, ayaqyalın, yediyi haram, geydiyi haram, deyir, ya Rab, ya Rab, ya Rab. Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, onun duası necə qəbul olunsun? Yediyi yemək haramdır. Geydiyi paltar haramdır. Onun necə duası qəbul olunsun? Yəni, insan ilk öncə yediyinə, geydiyinə fikir verməlidir ki, Allahla münasibətləri də düzəlsin. Yəni, hər bir müsəlman, vallahi billahi çalışmalıdır, Allahla münasibətini düzəlsin, Allahla əlaqəsini düzəlsin. Çünki ən sadiq dost Allahdır. Yəni, qula bizə ən yaxın Allahdır. Bizim belə deyək də, Allahdan bizi çox istəyən bir şey yoxdur. Yəni, Allah bizi atamızdan da, anamızdan da, hər kəsdən çox istəyir. Çox istəyir ki, bizi mövcud eləyib də, bizi yoxdan xəlq eləyib, bizi şərəfləndirib, bizi belə deyək, tülkü, çaqqal, pişik və s. heyvanlardan yaratmayıb. Bizi insan yaradıb. Bizi ən gözəl biçimdə yaradıb. Bizə və saysız hesabsız nemətlər verib və bizə kitab göndərib, Peyğəmbər göndərib. Bizi digər məxluqatlarından seçib. Bunun müqabilində sən Allahdan üç çevirirsən, Allahdan başqasına qaçırsan. Səbəb nədir? Səbəb, yəni, Allahu alim, yəni, insanların çoxunun azğınlıqları və s. yəni, dindən uzaq düşmələridir.